Yine bizim evde qonaqlıq var. Bilirsiniz niye evi sevirəm? Çünkü evin içerisinde gülüşümüzdə, səsimizdə, qayğımız da sərbəstdir. Masanı bəzəməkdə Ülviyə xanım yenə bizə gəlmişdi və tapşırmışdı ki, meyvə tərəvəzi ən gözəllərindən alım. Çünki süfrəyə bəzək məhz meyvə tərəvəzlə verir. Elə bunun təlimini də Ülviyə xanımdan almışdım. Qonaqlarım gələnə qədər süfrəni bəzəyirəm. Yeni aldığım çəngəl bıçağı da tam mərkəzə qoyuram və keçirəm soyuq yeməkləri düzməyə. Evdə edilən qonaqlıqlar, yəni bir masa arxasına yığışmaq yeganə məkandır ki, dostlar arasındakı məsafəni işıq surətindən azaldır. Yəqin ki, bununla razılaşarsınız. O məsafəni kimlənsə qoruyub saxlamaq istəyirsə, o zaman ev görüşləri yox, bayır görüşlərini tövsiyə edərdim. Bir şey də etiraf edim ki, əgər bizdə sabah qonaqlıqdırsa, gecə gözümə yuxu getmir, səhəri diri açıram. Və budur, qonaqlarım da gəlməyə başladı. Çox qəribə bir duyğudur. Qonaqlar qapıdan içəri girən kimi sanki evdə olur. Səs-küy, gülüş, tanış enerjilər, bir sözlə evə dostların, sevdiyin insanlar gələndə ev başqa cür isinir. Pulovla bağlı bir hekayəmiz var ki, elə onun masada danışıb xeyli güldük. Qısaca deyəcəm, pulovum artıq rəfiqələrimin arasında dildən dilə gəzirdi. Bir gün elə bu masadakı qızlardan biri məhz bizə pulov yeməyə gəlmək istədi. Həmin gün necəsə fərqli pulov hazırlamaq istəyərkən pulovu çox pis vəziyyətə salmışdım. O da mən inciməyim deyə pulovu bəhbəhlə yeyib tərifləmişdi. Və onda başa düşdük ki, hər şeyə məna yükləyəndə o dadını qaçırır. Bəzən nəyisə xüsusi etmək istəyəndə onu öz halından çıxarırıq. Sadə olan hər şey elə ən düzgün olan imiş. Yeməyimizi yedikdən sonra keçdik biraz da söhbət eləməyə. Çayımızı, kofemizi içib bol-bol danışdıq. Daha sonra arzu lövhəsi hazırladıq. Arzu lövhəsi videosu sizin üçün maraqlıdırsa mütləq rəylərdə yazın. Onu da bölüşərəm. Özünüzə yaxşı baxın. Allah amanında.